Fazil bəy, biz hər zaman dini necə yaşayırıq? Deyirik ki, din bizim mənəvi tərəflərimizdir. Dini heç bir maddiyyatla ölçmürük. Dində ən əsas ürək və ruh iştirak eləyir. İnsanların Allahla bir bağıdır, səmimi bağıdır. Amma bu bağlara gedən yol ya da vasitələr bizə bir maliyyəyə başa gəlir. Bizi məcburiyyətlərə sövq eləyir. Bu təzadları necə izah eləmək olar? Yəni bu dəyərlərin təhrifidirmi, yoxsa bu gerçəkliyin yəni göstəricisidir? Əslində bu həm də vacib bir müzakirəni tələb eləyir. Bu birinci növbədə dinc elmdir ya inançdır məsələsi üzərində durmağa bir daha bizi sövq eləyir. İslam modelli din əslində hansı vəziyyətdə iqtisadi proseslərə yanaşır. Bundan əvvəl də, İslamdan əvvəl də əxlaq olub, İslamdan əvvəl də insanlar arasında münasibətlər olub. Yəni bu ticarət də olub. Ticarət də olub, hər bir şey olub. İslam bu əxlaqın xatırlanmasıdır. Peyğəmbərimizin Mədinə dövrü ilə Məkkə dövründə gələn ayələrin böyük əksəriyyətinin dua, ibadət və inançlarla bağlı olduğunu, amma Mədiniyə köçdükdən sonra real həyat idarə etməklə bağlı bir icmanı, bir topluluğu idarə etmə funksiyasını öz üzərinə götürəndən sonra gələn ayələrin böyük əksəriyyəti gündəlik insan münasibətlərini tənzimləməyə yönəlir. Və belə bir durumda dinin mənəvi tərəfindən çox maddi, iqtisadi tərəfi qabarmağa başlayır. Və bunu xristianlıqla müqayisə eləyəndə göstərir ki, İsa Peyğəmbərin də durumu təqribən Peyğəmbərimizin Məkkədəki durumuna bənzər bir durum idi. Amma İsa Peyğəmbər üçün Mədinə durumu olmayıb. Çünki gənc yaşlarında vəfat eləyibdir və hər hansı bir şəkildə idarə edici funksiya sahibi olmayıbdır. Ətrafında 20-30 həvari ilə dolaşaraq mənəvi prinsipləri yayıbdır və ona görə də xristianlıqda bu məsələ daha çox rahatlıqla çözülə bilir. Yəni xristianlığı mənəvi sferaya müəyyən dərəcədə hakim vəziyyətdə gətirə bilirsən, iqtisadi sferada isə insanların öz arasında olan münasibətə çevirirsən. Artıq iqtisadiyyat bir elm kimi ayrıca funksional fəaliyyətini göstərir. Bizdə isə məhz İslamın maddi həyata hədsiz müdaxilə etməsini və mənəvi həyatdan qoparılmasını istəyən bir zehniyyət hakimdir. Və bu zehniyyət də müasir dövrlə bunu uzlaşdıra bilmədiyinə görə problemlər yaşayır. Məsələn, deyək ki, insanlar hansısa bir şəkildə haram və halal kateqoriyasında xristiyanların, yəhudilərin icad elədiyi texnoloji vasitələrdən istifadə edirlər. Amma bu istifadədə nəyinsə haram, halal olmasını təsbit etmək mümkün deyil. Mümkün deyilsə bunu necə edərsən? Yaxud da bir qurban kəsmək üçün həcc mərasimində karta pul köçürürsən, bank vasitəsilə pul köçürürsən, özün əgər onu gedib icra eləyə bilmirsənsə, təbii ki, orada fiziki imkanlar yoxdur və oradan da həmin bank vasitəsilə hansısa bir faiz də tutula bilər və sən bu faizə də nəzarət etmə imkanın yoxdur. Və burada da süni bir şəkildə İslam ekonomisi, İslam iqtisadiyyatı deyilən bir predmet olaraq gündəmə gətirməyə çalışırlar və burada daha çox müasir iqtisadiyyatın içində zəkatı, sədəqəni, infaqı yerləşdirməyə çalışırlar və bunlar da hamısı onu göstərir ki, əslində dinləri mənəvi sferada saxlaya bilən topluluqlar onu bəsit gündəlik insan münasibətlərindən uzaq tutaraq əslində dinlərin özünün təhrif olunmasının qarşısını alırlar. Dinlərin özünün sui-istifadə edilməsinin qarşısını alırlar və dini insanın inanc və mənəvi dəyərlər statusunda qoruyub saxlaya bilirlər. Təəssüf ki, İslam arealında bunu bacara bilmədiyinə görə normal, məsələn, İslam iqtisadiyyatı ilə idarə olunan hansısa dövlət tapmaq mümkün deyil.
yenə də kapitalizmin ya liberal sisteminə, ya sosializmin totalitar sisteminə uyğun, hətta bəzən də faşist modelinə uyğun bir məzhəbçi, bir təriqətçi anlayışla dövlət idarə edirlər. Mənəvi sfera ilə iqtisadi sferanı təbii ki, bunlar bir-birinə əlaqəsi var. Yəni iqtisadiyyatın özündə əxlaq önəmli məsələlərdən biridir. Tələb və təklifin hər ikisində bir əxlaq modeli düşünülür. Yəni sən zay məhsulu sata bilməzsən, sən də deyək ki, ehtiyaclarından artıq istəyəndə o cəmiyyət həyatında müəyyən düzənin pozulmasına gətirib çıxara bilərsən. Yəni bütün bu məsələlər məncə bu kontekstdə müzakirə oluna bilər. Bəli, dediyiniz məqamda həm də sui-istifadələr də olur. Əgər xristian dünyasının istehsal elədiyi texnologiya ilə eləyirsə və halal-haram məsələsini müəyyən eləmək mümkün deyilsə, amma o bir marka ilə ora halal sözü yazmaqla öz biznesinə xidmət edə bilər və bunlar da olur.